Marneoli'de baş vermiş qanlı qarşıdurma ilə bağlı 21 aprel geniş miqyaslı xüsusi əməliyyat keçirilib. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə hadisə ilə əlaqədar 11 nəfər saxlanılıb. Kvemokartli Polis Departamenti və Xüsusi Tapşırıqlar Departamentinin keçirdiyi bircə əməliyyat nəticəsində məhkəmə qərarı ilə 11 nəfər qrup halında xuliqanlıq və yalan ifadə vermə ittihamı ilə saxlanılıb. İstintaqla müəyyən edilib ki, Marneoli'də təqsirləndirilən şəxslər arasında yaranan mübahisə fiziki qarşıdurmaya çevrilib. Qarşıdurma zamanı ictimai asayiş kobud şəkildə pozulub və tərəflərdən biri soyuq silahla 32 yaşlı gənc oğlana ağır xəsarət yetirib. Qurumun məlumatına əsasən saxlanılan 7 nəfər hadisənin canlı şahidi olsa da istintaqla əməkdaşlıqdan imtina edərək yalan ifadə veriblər. Hazırda saxlanılan 11 nəfərdən başqa daha bir şəxs barəsində sağlamlığa qəsdən ağır xəsarət yetirmə faktı ilə bağlı qiyabi ittiham irəli sürüləcək və o axtarışa veriləcək. Faktla bağlı Cinayət Məcəlləsinin 117, 239 və 370-ci maddələri ilə istintaq davam edir. Bu maddələr üzrə təqsirləndirilən şəxsləri 7 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.